Putindən Azərbaycanlılara mesaj, məşhur taktika dəyişdi. Ermənilər sevindi. Rus ordusu mühasirəyə düşdü, məhv edilir, təcili. Orduya niyə çox pul ayıraq? Onsuz da Azərbaycanla Sərkisyan və Köçəryan Paşinyana qarşı birləşdi. Ağ Ev Bakı və İrəvanı tələsdirir. Sensasiyon səbəb. Rusiyada Azərbaycanlıların ard-arda həbsi, vətəndaşlıqdan çıxarılması və təqib edilməsi fonunda erməni icmasına müsbət yanaşmalar müşahidə olunur. Sentyabrın 7-sində Kremlin tədbir zalında Rusiya Erməniləri İttifaqının yubileyinin təntənəli təşkili və Prezident Vladimir Putinin iştirakçılara xüsusi təbrik müraciəti bu baxımdan diqqət çəkir. Ermənistan kütləvi informasiya vasitələri Putinin bu yolla Bakıya mesaj verdiyini, Azərbaycanlılara sərt yanaşmalar fonunda erməniləri meydana çıxardığını yazır. Həmçinin əvvəllər belə vəziyyətlərdə birbaşa İrəvana dəstəyin artırılmasına baxmayaraq, Moskva bu dəfə erməni hökumətinin vəziyyətdən faydalanmasını istəmir. Bu səbəbdən iki ölkənin xalqları üzərindən mesaj verməyə çalışır. Putin Azərbaycanlılara hansı mesajı verməyə çalışır? Kremlin erməni planı nə ilə nəticələnəcək? Global Info Aza danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, Rusiyadakı Azərbaycanlılara münasibət bir cür, Azərbaycan hökumətinə münasibət isə başqa cürdür. Fərqi ayırmaq vacibdir. Hazırda Rusiyanın Azərbaycan hökumətinə təzyiqləri müşahidə olunur. Amma bu, sıravi Azərbaycanlılara yönələn münasibətdən tam fərqlidir. Çünki məsələ yalnız siyasi səbəblərlə bağlı deyil. Eyni münasibəti, məsələn, Türkiyədən gələn türklərə və ya digər bölgələrdən gələn müsəlman xalqlara qarşı müşahidə etmirik. Ümumiyyətlə, Rusiyada istər Qafqazdan, istərsə də Türkiyədən gələn türklərə qarşı müəyyən risklər mövcuddur. Bunun kökündə daha dərin strateji səbəblər dayanır. Eyni zamanda Rusların tarixən ermənilərlə yaxın münasibətləri var. Burada həm dini, həm də siyasi maraqlar rol oynayır. Moskvanın İrəvanda dəstəklədiyi qüvvələr hazırda zəifləyib və nəticədə yeni vəziyyət yaradıb. Buna görə də Rusiyadakı ermənilərə münasibətdə bir qədər həssaslıq göstərilir. Erməni icmasının siyasi proseslərə qarışmaq imkanları olduğu üçün Moskva onları müəyyən mənada diqqətdə saxlayır. Siyasi şərhçinin sözlərinə görə Türk dövlətlərindən gələn türklərə qarşısa fərqli yanaşma müşahidə olunur. Bu, artıq Rusiyanın strateji maraqları ilə bağlıdır. Yəni, Rusiyanın gələcəyi və onun əsas tərəfdaşlarının kimlər olacağı kontekstində münasibət formalaşır. Rusiyada yaşayan türklərin gündəlik həyatına baxanda, onların tam arzulanan şəkildə inteqrasiya etdiklərini demək çətindir. Azərbaycanlılara qarşı da zaman-zaman mənfi münasibətlər sərgilənir. Bəzən Azərbaycanlılara kollektiv şəkildə məsuliyyət yüklənir. Halbuki onların əksəriyyəti artıq Rusiyada işləyən, inteqrasiya olunmuş insanlardır. Görünən odur ki, bu münasibətlər daha çox Azərbaycan hökumətinə verilən mesaj xarakteri daşıyır. Yəni, sıravi Azərbaycanlıların davranışı ilə bağlı deyil, siyasi səbəblərlə əlaqəlidir. Ukrayna ordusu Pakrovsk istiqamətində rusları 3 istiqamətdə mühasirəyə salıb və geri çəkilmək yollarını bağlayıb. Bu barədə Rusiya hərbi müxbirləri məlumat yayıb. Məlumata görə Ukrayna dronları Rus hərbi kolonlarını vurur, onları təminatdan məhrum edir. Bu müddət ərzində Ukrayna ordusu 330 kvadrat kilometrdən çox ərazini azad edib və Rusiya ordusunun mövqeləri logistik dəstəkdən kəsilib. Hərbi müxbirlər bildirir ki, göndərilən əlavə qüvvələr də məhv edilir. Ermənistan parlamentinin sədri Alen Simonyan konstitusiya islahatlarından əvvəl Azərbaycanla sülh müqaviləsinin imzalanmasının mümkünlüyünü istisna etməyib. O, bu barədə Ermənistan mediasına bildirib. Konstitusiya dəyişikliyi prosesi Azərbaycanın tələbləri ilə bağlı deyil. Bu mövzuda müzakirələr hələ koronavirus pandemiyası başlamazdan əvvəl olub. Simonyan müdafiə xərclərinin azaldılmasını Azərbaycan amili ilə əlaqələndirməyib. Obyektiv amillərə görə Ermənistan hərbi xərclər baxımından NATO-da ikinci böyük orduya malik olan Türkiyə, eləcə də Azərbaycanla rəqabət apara bilmir. Bu vəziyyətdə əsas şey vəsaitlərin rasional istifadəsidir.
Parlamentdəki Ermənistan fraksiyası baş nazir Nikol Paşinyana qarşı impiçment təşəbbüsünə qoşulub. Teleqraf xəbər verir ki, bu barədə fraksiyanın üzvü İşxan Saqatelyan məlumat verib. Parlamentdə keçirilən dinləmələr zamanı o bildirib ki, deputatların imzaları təqdim olunan layihəyə əlavə olunmaq üçün təşəbbüskar Şərəfim var fraksiyasına verilib. Qeyd edək ki, impiçment təşəbbüsünün müəllifi keçmiş prezident Serj Sərkisyanın sədri olduğu Respublika Partiyasının Şərəfim var parlament fraksiyasıdır. Ermənistan fraksiyasına gəlincə, bu digər sabiq prezident Robert Köçəryana bağlı qüvvələrin blokudur. Xatırladaq ki, baş naziri etimadsızlıq məsələsi tələb olunan 36 imza toplanacağı təqdirdə parlamentdə müzakirə oluna bilər. Təşəbbüskar Şərəfim var fraksiyasının 6 deputatı var. Ermənistan fraksiyası isə parlamentdə 28 yeri tutur. Məsələnin parlamentin gündəliyinə salınması üçün isə 2 imza çatışmır. Təşəbbüsün parlament tərəfindən qəbul olunması, yaxud baş nazirin impiçment edilməsi üçün isə minimum 54 deputatın səsi lazımdır. Yəni bunun üçün Hakim Vətəndaş Müqaviləsi fraksiyasının 18 deputatının da səsi lazım olacaq. Hakim fraksiyadan təşəbbüsə dəstək verən yoxdur. Politoloq Qabil Hüseynli yeni müsavata deyib ki, Amerika Birləşmiş Ştatları tərəfləri Rusiya amilinə görə tələsdirir. Onun fikrincə tələsmək üçün İrəvan son şərti yerinə yetirməlidir. Politoloq tezliklə yekun sənədin imzalanmasını istisna etmir. Bunun üçün Ermənistan dekabra qədər referendum keçirməlidir. Amerika Birləşmiş Ştatları Rusiyanın regionda destruktiv hərəkətlərindən ehtiyatlandığı üçün yekun müqavilənin daha erkən imzalanmasını istəyir. Çünki Rusiya təxribatlara can ata bilər. Bunu da Ermənistan üzərindən həyata keçirməsi istisna deyil. Onun Azərbaycanda deyil, Ermənistanda pozuculuq üçün təzyiq rıçaqları var. Bundan əlavə, gələn il seçkilər gərgin keçəcək. Amerika Birləşmiş Ştatları Rusiyanın Ermənistanda ara qarışdırmasından çəkinir. Bu səbəbdən məhz Amerikalı səfir belə fikirlər səsləndirir. Qabil Hüseynli Azərbaycanın istənilən an sazişə imza atmağa hazır olduğunu qeyd edib. Elə sabah son şərt yerinə yetirilsin, dərhal imzalanacaq. Azərbaycan burada yeganə maneəni əvvəldən bəyan edib. Ona görə də başqa əngəl qalmayıb. Artıq sülh mətni paraflanıb, tərəflərin öhdəlikləri elan edilib. Hazırda sülh prosesində etimad mühiti yaranmaqdadır. Tərəflərin görüşməsi, təmasları problem deyil. Əvvəllər isə kommunikasiya çətinliyi vardı. İndi iki tərəfli qaydada istənilən mövzunu müzakirə edə bilirlər. Bu baxımdan sülh müqaviləsinin imzalanmasında bir əngəl qalıb ki, onu Ermənistan aradan qaldırmalıdır. Bu da ərazi iddialarına qanunvericilik aktlarında son qoymaqdır. Ermənistan nəzərə almalıdır ki, qarşıdan ağır seçki dövrü gəlir. Rusiya oyun pozanlıq edə bilər. O səbəbdən tələsməlidir.